Heç əlimin duzu yoxdur. Kimə yaxşılıq eləyirəm, yenə də qədrim, qiymətim, dəyərim bilinmir. Deyirsənsə, yaxın əyləş. Bax, ərzaq almaq üçün hara gedirik? Ərzaq dükanına, marketə. Qızıl almaq üçün hara üst tuturuq? Zərgər dükanına. Yaxşı bir musiqi dinləmək üçün konsertə gedirik. Zibil atmaq üçün zibilliyə. Sən özünü necə təqdim eləyəcəksənsə, insanlar da sənə o tərzdə yaxınlaşacaq. Əgər özün özlüyündə öz dəyərsizliyini qəbul edirsənsə, özünün dəyərsiz olduğunu hiss edirsənsə, o zaman ətrafa saçdığın enerji ilə, bədən dilinlə insanlara da bunu bildirəcəksən. Və sənin ətrafında da daim səni dəyərsiz hiss elətdirən insanlar toplaşacaq. Unutma, satdığın nədirsə, onu səndən alacaqlar.